Bismillahirrahmanirrahim. Hud suresi. Elif lam ra. Bu bir kitaptır ki müdrik ve her şeyden haberdar Allah ondaki ayələri tamama yetirəndən sonra birer birer açıklamış bunları. Açıklamış ki Allah'tan başka heç kimə tapınmayasız. Mən onun dərgahından sizlərə xəbərdarlıq çatdıranam, müjdə verənəm. Siz də Rəbbinizdən məğfirət diləyin, sonra ona tövbə eləyin. O da təyin olunmuş əcəl gələnə qədər yaxşıca dolandırsın sizi və hər fəzilət yiyəsinə qaytarsın fəzilətini. Və əgər haqdan üz döndərsəniz, özünüz bilin. Qorxuram ki, böyük günün əzabına düşəsiniz. Bilin, ondan gizlənmək üçün 2 qat bükülərlər. Bilin, geyimlərinə bürünsələr belə, onların içinə də, çölünə də bələddir Allah. Ürəklərdə gizlənəni biləndir Allah. Yer üzündə elə bir canlı yox ki, onun ruzusunu Allah verməyə. Canlıların qərar tutmaq və əmanət olaraq qalmaq məkanına, zamanına bələddir o. Bu deyilənlərin hamısı yazılmış aydınca bir kitabda. Ərşi su üstündəykən göyləri və yeri 6 gündə yaratmış o. Yaratmış ki, hansınızın yaxşı işlər gördüyünü yoxlaya. Ancaq yenə öləndən sonra diriləcəksiz desən, bu dediyin açıq-aşkar cadudan başqa bir şey deyildir, deyəcək küfr eləyən kimsələr. Və əgər əzabın gəlməyini bir neçə müddətliyə təxirə salarsaq onlar üçün, nədir o əzabı tutub saxlayan deyəcəklər. Bilin, o əzab başlarına gələn gün aralanmaz onlardan və haqlayar onları bulağa qoyduqları. Datdırsaq insana rəhmətimizi, sonra əlindən alsaq bunu, məyus olub artırar o küfrünü. Sıxıntıya düşəndən sonra datdırsaq ona bir neməti, ötdü getdi pis günlərim deyər, lovğa-lovğa sevinər. Səbr eləyən, yaxşı-yaxşı işlər görən kimsələr bu qəbildən deyirlər. Məğfirət, böyük əcir hazırlanmış onlara. Bəlkə də sənə vəhy olunan bəzi ayələri çatdırmırsan və eşidəndə ki, niyə ona bir xəzinə göydən göndərilməmiş, onunla bir mələk göydən gəlməmiş, deyir müşriklər, sıxılır ürəyin. Hərçənd sən ancaq xəbərdarlıq eləyənsən, hər şeyə vəkilliyi isə Allah eləyər. Yoxsa ki, Quranı uydurmuş o, deyərlər. De ki, elə isə siz də bu kitabın bənzəri onca surə uydurun. Və əgər doğru sözlü, düz əməlli kimsələrsinizsə, Allahdan başqa kimləri çağıra bilirsinizsə, çağırın, yardım göstərsinlər sizə. Səsinizə səs verməsələr, bilin Allahın elmi ilə göndərilmiş bu kitab və ondan başqa tanrı yoxdur. Və təslim eləyin özünüzü Allaha. O kəslər ki, dünya həyatını, onun zər-zinətini arzulayırlar, gördükləri işlərin qarşılığını bütünlüklə azaldıb əskiltmədən verərik biz onlara orada. Otdan başqa bir şey düşməz nəsibinə onların. Yoxa çıxar qayırdıqları şeylər, batil olar gördükləri işlər. Aşkar dəlil göndərmiş Peyğəmbərə Rəbbi və onun ardınca onun şahidi Cəbrail nazil olmuş. Daha öncə isə kitabı, Tövratı Musaya göndərmiş o. Aşkar dəlil təməlinin üzərində olan kəslər inanarlar Qurana.